Ustad, dinlər çox, yollar çox. Hər kəsən bir yol tutub, din yolu tutub yaşayır. Bəzi səhv yol gedənlər də deyir ki, Allah qəlbimdən xəbərdardır. Ümumiyyətlə kifayət eləyirmi ki, kim hansı yoldadırsa, din yolundadırsa, elə o yolda da davam eləsin, yoxsa bu yüzlərlə adı din olan yollarda bir haqqı tapıb, haqq dini tapıb o yolla getməlidir? Müəllim, çox doğru sualdır bu. Bu günləri dünyamızda bu cünə insanlar çoxdur. Bu cünə düşünmə tərzi də çoxdur. Amma mən bir məsələni də qeyd eləyim, düşün. İnsan daxilindən təşəkkür eləyən bir varlıqdır. Ona yaxşılıq edənə mütləq və mütləq təşəkkür eləmək istəyir. Əvəz çıxmaq istəyir. Heç nə də elə bilməsə çox sağ ol deyəcək ona. O yaxşılığın müqabilində təşəkkür eləyən bir varlıqdır, bir zatdır insan. Və insan ömrü boyu minlərlə, yüz minlərlə neymət qəbul eləyir. Yüz minlərlə neymət qəbul eləyir. Və bilirdi ki, bu neymət Allah tərəfindəndir, ilah tərəfindəndir, ruzu verən tərəfindəndir. Və insan istəyir o varlığa təşəkkür eləsin. Düzdürmü? Təşəkkür eləmək istəyir. Məsələn, ibadət, namaz, bunlar təşəkkürün bir formasıdır. Təşəkkür eləmək istəyir. İndi baxın, əgər insan doğru olan dini, doğru Allahı, haqq Allahı tanımasa, həqiqi neymət sahibinə deyil, bir başqasına təşəkkür eləmiş olacaq. Bu da təşəkkür əvəzində daha da küfran-ı neymət, nankörlük kimi sayılacaq. Təsəvvür eləyək ki, sən mənə gizlin formada yaxşılıq eləysən, mən bir başqasından bilirəm, gedib hər zaman ona təşəkkür edirəm, sağ ol deyirəm və sənə qarşı da bəzən hörmətsizliklər də eləyirəm. Ona görə də mütləq insan araşdırmalı, haqq olan Allah'a tapmalıdır ki, ona təşəkkür eləsin. Bu təşəkkür ibadətdir. Bu şükür ibadətdir. İbadət şükürdür, şükür də ibadətdir. Məsələn, belə bir misal çəkək. Hindistanda Allah'tan istəyirlər, amma sonra gedib öküzə, bütə sağ ol deyirlər, nezir verirlər, təşəkkür edirlər. Amma onun xəstəsini sağaldan Allah idi. Ona evlad verən Allah idi. Ona ruzu verən Allah idi. O isə getdi cansız bir oyuncağa, bütə təşəkkür elədi. Sağ ol, sən mənə şəfa verdin. Bu nə qədər nankörlük.